Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi mübarək Ramazan ayında salamlayıram. Allah ibadətlərinizi inşallah qəbul etsin. Mövzumuz İslamda düşüncə barəsində idi. Ötən bəhslərdə bu məsələni xatırlatdıq ki, İslamda bir bədəni ibadət var, bir düşüncə ibadəti var. Bunlar bir-birini kamilləşdirmək üçün gəlmişdir. Əgər bir insan bədəni ibadəti yerinə yetirərsə, məsələn, namaz qılar, oruç tutar, amma fikri ibadəti etmərsə, bu bədəni ibadətin ruhu, məqsədi və eyni zamanda istiliyi heç şübhəsiz kamil şəkildə olmaz. Buna görə bədəni ibadət fikri ibadəti ilə çiçəklənir. Eyni zamanda düşüncə də bədəni ibadətlə formalaşdırır və bunlar arasında əlaqə var. Necə ki, eşitmişsiniz, bir ləhsə, bir an fikirləşmək neçə min il ibadətdən üstündür. Eyni zamanda əgər düşünülərsə, ibadət edilmərsə, bu da təbii olaraq öz mənfi nəticəsi olacaqdır. Məşhur bir dastan var, qısa olaraq bu mövzuya giriş olaraq istərdim. Onu sizə xatırladım. Bu dastan rəvayət formasında, hədis formasında məsumlardan nəql olunur. Əl-Kafi kitabının ilk fəsillərindəndir. Orada bir abiddən bəhs olunur və mələklər onun ibadətinə olduqca rəğbət bəsləyir və Allaha deyir ki, mələklər Allaha xitabən deyirlər ki, sənin gör nə gözəl bəndən var. Allah buyurur ki, əgər onun məqamını mənim yanımda bilmək istəyirsinizsə, gidin onun əməl dərəcəsinə baxın, görün onun əməl dərəcəsi nə qədərdir. Mələklər baxırlar, görürlər ki, bunun əməl dərəcəsi olduqca aşağıdır və Allahdan bunun səbəbini soruşurlar ki, bu ki, gecə-gündüz sənə namaz qılır, oruç tutur, ibadətləri yerinə yetirir, gecələri yatmır, oyaq qalır. Niyə onun əməl dərəcəsi bu qədər aşağıdır? Buyurur ki, bunun səbəbini gedin özünüz öyrənin. Onunla bir neçə gün münasibətdə olun, onunla ibadət edin, yaşayın. Səbəbini özünüz öyrənəcəksiniz. Bir mələk məmur olur, gəlir, insan formasında onun yanına və başlayır onunla ibadət etməyə. O da bununla müxtəlif formada namaz qılır, oruç tutur, zikirləri edir. Görür ki, bunun ibadətində hər hansı bir axsaqlıq yoxdur. Bütün vacibatları, bədəni ibadətləri yerinə yetirir. Daha sonra bu mələk ondan soruşur, abiddən soruşur ki, sən ki bu qədər ibadət edirsən, bu ibadətindən gözləntin nədir? Niyə ibadət edirsən? Yəni, bu ibadətin bir məqsədi, bir məramı olmalıdır. Sən ibadətin ruhunda nə yer tutur? Bu, həmən abid mələyə deyir ki, bax, görsən, burada yaşıllıq var, otluq var. Bu otlar böyüyür, yaşıllaşır və sonradan tələf olur, quruyur, gedir. Allahdan istəyim budur ki, bir uzunqulaq göndərsin mənə. O uzunqulaq bu otları yesin və bu bihudə olmasın, otlar aradan getməsin. Mələk başa düşür ki, artıq bunun ibadətinin ruhu yoxdur. O xilqəti, o aləmi yalnız bir əbəs yerə, bir uzunqulağın ona əta olunmasında görür və gedir uca Allahın dərgahına. Burada məqsəd nədən ibarətdir? Əgər bir insan ibadət edərsə, o ibadətin mahiyyəti, kainatı əbəs bilmək, yaradılışı əbəs bilməkdir, Allahdan mənasız şeyləri istəməkdirsə, bu həmən abidin misalıdır. Niyə? Bu abiddə bədəni ibadətlər vardı. Amma bədəni ibadəti ruhlandıracaq düşüncə yox idi. Düşüncə var idi. Düşüncənin də səthi çox aşağı idi. O, həqiqət aləmini yalnız bu otlarda bilirdi. Buna görə, baxın, təfəkkür olduqca dərin bir mərhələdir. Və İslam fəlsəfəsində, İslam təlimlərində təfəkkür neçə mərhələdən ibarətdir. Birinci mərhələsi həmən məhsus və duyğu aləmidir. İnsan bəzən ilk o həyatının ilk çağında duyduqlarını düşünür. Məsələn, uşaq hər hansı bir almanı görür, almanın qırmızı rəngdə şirin olduğunu hiss edir. Daha sonra xəyali aləm başlayır.
Xəyali aləmdə artıq maddə yoxdur, maddənin sürəti var. Məsələn, belə bir qırmızı alma vardı, alma şirindir. Xəyali aləmdə maddi aləm yoxdur. Bəzi insanlar da xəyali aləmdə yaşayır. Ey, mənim filan şeyim olaydı, mən filan şeyi yeyirdim, filan şey gözəldir, mənə filan kəs layiq vurdu. Xəyali aləmdən sonra vəhmiyyət gəlir. Vəhmiyyət aləmində baş verənə biz düşüncə və yaxud təfəkkür deyə bilmərik. Vəhmiyyət aləmində maddə yoxdur, maddənin sürəti yoxdur. Lakin insan müəyyən bir özündən əsası olmayan xəyalları formalaşdırmağa başlayır, xəyal qurur, xəyal əsasında yaşayır. Xəyal aləmindən sonra gələn isə zənn və ehtimaldır. Ehtimal düşüncəyə yaxındır, amma naqis düşüncədir. Bir çox ehtimallar ola bilsin, doğru olsun, amma düşüncə və təfəkkür deyil. Beşinci artıq fikirdir. İnsan bu məhsus, xəyal və ehtimaldan sonra gəlir hər hansı bir şeyi düşünür. Və ən sonda isə fikirdən sonra yəqin gəlir və insan tam olaraq müəyyən bir məsələyə elm tapır, həqiqət tapır. Bu dediklərimi sadə bir misalla istərdim sizlə bölüşəm. Təsəvvür edin ki, insan ilk olaraq əvvəldə dediyim kimi bir almanı görür. Bu hələ təfəkkür deyil. O gördüklərini təsəvvür edir. Qırmızıdır və yaxud forması başqadır. Ondan sonra xəyal aləmi gəlir. İndi alma onun əlində yoxdur. Almanı fikirləşir, xəyal edir. Yenə burada maddidir, mücərrəd deyil. Niyə? Çünki almanı yenə maddi formada, maddi cəhətdə fikirləşir. Üçüncüsü isə xəyaldır, vəhmiyyət adlanır. Vəhmiyyətdə, bəli, nə tam olaraq maddədir, nə tam olaraq mücərrəddir. Niyə? Çünki maddə olan bir şey yoxdur, maddə forması yoxdur. Amma tam olaraq bu xəyal edir. Məsələn, böyük bir almalar var, alma yeriyir, alma uçur. Bu reallığı yoxdur. Və yaxud bir çox qorxular fobiya adlanır. Yəni, tam olaraq hər hansı bir şey yoxdur. Məsələn, insanlar ölüdən qorxmaqsı vəhm adlanır. İndiyə qədər bir yerdə yaşadığı, can dediyi bir şəxs dünyasını dəyişəndə onunla bir otaqda qalmaq istəmir. Vəhm edir, ölü, qəbul edir, ölüb. Niyə bəs qorxur? Vəhm edir. Və yaxud hər hansı bir boş otaqdan qorxuya düşür. Bilir, heç bir şey yoxdur. Amma onun düşüncəsinə vəhm qələbə çalır. Bundan sonra zənn və ehtimaldır. Filan şey belə olacaq, belə olacaq, bu kimi. Üçüncüsü fikirdir. Fikir mərhələsində artıq insan müəyyən bir məsələni özü üçün tam olaraq aydınlaşdırır. Özündə olan o əvvəlki məlumatlar əsasında məhsulları aradan aparmağa çalışır və ən sonunda isə təbii olaraq yəqinə çatır. Məsələn, həmən alma misalında almanı yeyir, görür ki, alma bəli, şirindir və s. Demək, təfəkkür bir prosesdir. İnsan bu mərhələləri keçməlidir. Bu mərhələləri keçənə düşünən insan, təfəkkür edən insan deyilir. Bəs yaxşı, deyə bilərsiniz, İslamda nədə təfəkkür etmək lazımdır və nədə təfəkkür etməmək lazımdır? Bunlar hansılardır? Bunlar barəsində isə inşallah gələn müzakirəmizə sizlə danışacağıq. Əssalamu aleykum və rəhmətullah.